Sizin o günahlarınız qapandı da təmiz. Məndə bu qapandı ha. Açıq saçdı da. Mən də satım elə heyli poş düşdü az qalır ilave. Qapandı. Salam deyil. Aleyküm salam. Yaxşı insandır. Bir ailə qonaq salırmış Hüseyin. Həqiqi. Mən də sərdən o mesaj oxumuram. Ay ovçu, aleyküm salam, aleyküm salam. Salamlayıram ovçu ailənizi. Öpürəm sizləri. Ürəksiz. Sizi çox istəyirəm. Allah köməyin olsun. Yəni mənim telefonum yoxdur deyə başqa yerdən eşidirəm. Cavab verə bilmirəm. Müdürlü sayın. Sizə böyük hörmətim var. Sizin dünyalar qədər ailənizi çox istəyirəm. Çox sevirəm sizləri. Allah can sağlığı versin, iş altlığı versin. Dünənki Ramazan bayramımız da mübarək olsun. Bütün oruç tutanlarımızın, namaz qılanlarımızın, Allah duaların, namazların qəbul eləsin. Allah ruzu bərəkət versin evinizə, can sağlığı versin, balalarınızı qorusun, özünüzü qorusun. Təşəkkür edirəm məni unutmadığınız üçün, ovçu qardaşım. Deyən gözdə düzəldim, sabitlə, gözdə. Həm qoyursuz, mən qoyum. Mən qoyacam, siz bir dənə oranı səliqəyə salın. Hüseyin Dil qonaq çağırmışdı, məni də dəvət eləmişdi. Gör, indi sabitləyə bilirsən, bax gör. Mənə tostu o bir şotqadan var. Nastar yanına. Hə, bir telefondan, bir telefondan. Yaxın, darama. Təşəkkür edirəm məni unutmadığınız üçün. Ovçu ailəsi sizə, xanımınıza, gəlinizə, oğlunuza, bütünlüklə yaxınlarınıza, əzizlərinizə təşəkkür edirəm. Bismillah, həmişə kraskada. Mən əlcək var bir dənə, yoxsa gedim kız alım. Əlcək bu. İşlənmişdi də. Mən şotkayla qoya bilmirəm. Bir dənə Lalə salonu Müşfiqabad qəsəbəsi yaz etiketlə də ürəyim. Buradasan, etiketləyə bilirsən. Etiket açıldı Rəvan səndə. Yox. Deyəm, bir dəqiqə düzəldim. Bu cim mayadır. 400 nəfər izləyir bizi. Elə rənc alınsın ki, bir abur olmayaq. Bax, göründə olur. Hər şey qatmış. Bunlar yerinə qoyun, həm yoxsa aşağı bir yerə açıb boş qablar. Deyə ora qoydum, o yarımçıqları ora yığıram. İşte dırnağı kırıyor. Yuxarıdan. Misafirə kimi qaldıra bilərəm. Rəvan, səni qaldırım misafirə. Rəvan. Səni kimi qaldıra bilərəm misafirdə gəlsin, mənə kömək eləsin, yayını aparmağa. Kim qalxa bilər misafirə? Kim qalxa bilər misafirə? Yazsın, qaldırım onu. Rəvan, axlıma batan kimsə varsa, sabitdə görün mesajını.
Tanışlardan kimisə gözünü ovçu çıxartdı ki. Kimi qaldıra bilərəm? Güvəndiklərimdən, tanıdıqlarımdan lazımdır mənə. Müşfiqabad qəsəbəsi tur marketin yanındadır. Ay Allah, bizim özümüzün tanışlarımız hardadır? Tanıdığım analar var idi, qızlar var idi, həmişə yanıma gələn. Kimi? Tanıdığım səhifələr ancaq. 3-4 dənə rəngi qatıb qoyduq ay qızlar. Çünki saçı açıq rəngdədir, plus da ağları çoxdur. Ağların bağlamağı üçün bir dənə kraska ilə alınmır. 3-4 dənə rəng qatmışıq. Ay gün deyirəm, köçsəydin buralara. Güzdəyə də alır. Gəl belə salonda bir işin qulpundan yapışardım. Elə sənin yayınından nə qədər qız gələrdi yanında. Kraska zat qoymağı öyrədərdim sənə. Ukladka kraska. Mənim nəyə həvəsim var? Üz qaşarıya nəyə sığır? Üz ala bilir. Gələcəyinə də bir dənə salon açıb işlədəm. Hə? Üz ala bilir. Üz qaşa həvəsim var. Hə, üz qaşarı. Üz qaşa nə qədər qız gələr sənə yazı. Vallahi. Hələ təzə biraz pis eləsən də heç kimsə heç nə deməz. Bilirlər ki, hələ öyrənsin. Hələ çayboy da qoyub gedərlər sənə. Əlbir sənəti olsun, Bax, mənim TikTok səhifəm bağlansa, ən azı bilirəm ki, çörək qazanmağa yerim var. Ən azı. TikTok olmasa, yəni acından ölməyəcəm də, mənim qazanmağa yerim var. Nə oldu? Mən bir qız tapa bilmədim ki, misafirə qaldırım bura. Hanı bizimkilər? Kim istəyir görmək, kim müşfiqabaddadırsa, burada yaşayırsa, gəlib görə bilər, ay qızlar. Problem deyil. Buradayıq da. Kim Ceyran ananı görmək istəyirsə, gəlin, müşfiqdəyik. Hələ 1-2 saat buradayıq. Burada qonşulardan kim varsa gələ bilər. Elə, qoyduğun. Bundan nə qısa alıyorsun? İstəmirəsin. Baxın elə, Siz quşunlaşdırın. Burada da öyrənmişlər. Birinci şeylər. Başqa bir öyrənmişim. Misafirə qaldırmağa bir adam tapmadım. Marif də yoxdur burada. Qızlar, kimi misafirə qaldıra bilərəm? Dağlar qızı zat heç kim yoxdur burada. Misafirə kimi qaldıra bilərəm? Yox, köhnə qəsəbə müşfiq. Köhnə qəsəbə. Nə? Köhnə qəsəbə müşfiqabad. Yo, çok normal gelir. Rəvan, var axlıma batan biri misafirə qaldırın. Marif buradadır. Bizimkilərdən kim var burada? Mənim tanıdıqlarımdan kim var? Mod üçün yox, misafirə qaldırım, çetə oxusun. Bizimkilərdən heç kim yoxdur. Çetə oxusun da, mesajları oxusun mənim üçün. Ceyran ana, gəlinlik geyinmişsiniz heç? Hə?
Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizim lesen verilişinin iştirakçısı olan Ceyran xanımın saçlarını Lalə xanım boyayıb. O bunu təmənnasız şəkildə edib həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Biz də sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın.